Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'deh ve ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, malum şahsın Allah ve Resulüne iftiraların mevzusunu devam ettiririk. Zikrettiğimiz meselelerden 4 tanesi kalmıştı. 16. iradımız, 16. reddiyemiz. Dedik ki, qadiyyatdan nəql etdiyin küfrə özün düşürsən. Çünki sənin dediyin sözlər də ümməti zəlalətlə, yəni Resulullah sallallahu aleyhi və səlləmin sözünü dəyişdirməklə ittiham etməkdir. Yəni zaten dediyin şeylərin özün də fərqinə varmısan, nə danışdığını özün də bilmirsən. Və dediyin şeylərdən də yəni çıxan nəticəni təbii ki, hesaba almırsan. Yəni sən dediyin şeylər, bu zikr etdiyin şeylər Resulullah sallallahu aleyhi ve sellem'in sözünü, yani ümmet ittifak edip Resulullah sallallahu aleyhi ve sellem'in küfür dediği şeyin küfür olmadığında ümmet ittifak edip deyirsən. Birinci ümmete iftira atırsan, ikinci sözünün gereğiyle sen ümmeti zararətdə, yani Resulullah sallallahu aleyhi ve sellem'in sözünü değiştirmək üzərində birləşməkdə itham edirsən. Bunun özü də bir küfürdür. Sənin üsuluba görə. Sənin üsulun bunu gereklidir. 17. məsələ, sahabe radiyallahu anhumun icmasını zikr edip onun sahih ve hak olduğunu deyirsən, sonra da sahabelerden sonrakilerin ihtilaf ettiğini deyirsən. Bu, en xeyirli ümmetin, en xeyirlilərinin icmasına müxalifət edənlər niye itham olunmurlar ki? Şübhəsiz ki, bu ümmetin en xeyirliləri, en əfsəlləri kitab və sünnətindən sahabelərdir. Allah hamısından razı olsun. Özün deyirsən ki, bu icma haqdır, səhihdir və haqdır və sonrakilərin də həmin icmaya müxalifət etdiyini deyirsən. O zaman necə olur? Yəni, niyə tam olunmurlar ki bunlar? Ən xeyirlilərin icmasının üzərində, bəs icma hüccətli deyirsəm, niyə onlara hüccət olmayıb ki? Yəni, istənilən zamanda, istənilən toplum, alim deyə adlandırılan və ya müştəhid deyə adlandırılan toplum sahabənin icmasına müxalifət edə bilər. Sən buna cavaz verirsən. Və niyə bu ittiham olunmur? Nə üsuldur bu? Danışanda kimlərisə üsulsuzluqda ittiham edirsiniz, amma özünüz üsulsuzluğun ən böyüyünü edirsiniz. 18-ci məsələ deyirsən ki, bir dövrdə ittifak olur, sonra ixtilaf olur. Sonra yenə ittifak ediblər. Yəni, bu nədir? Bu nə dindir? Əvvəl ittifak, sonra ixtilaf, sonra yenə ittifak, sonra yenə ixtilaf. Yani Allah Subhanahu nazil ettiği din budur. İttifak elə, sonra ixtilaf elə, sonra yenə ittifak elə, sonra yenə ixtilaf elə. Belə din olur, eləmi? Sizin dininiz belədir. 19-cu məsələ deyirsən ki, sahabələr bir şeydə ittifak edibsə, bu o demək deyil ki, hər ittifak edilən məsələdə ixtilaf edən kafir olur. Sizin icmaya müxalifət edən kafirdir. Siz dediyiniz kimi deməyən kafirdir, amma sahabələr bir şeydə ittifak edəndə bu o demək deyil ki, hər ittifak edilən məsələdə ixtilaf edən kafir olur. Yəni, çox belə, yəni, Yahudi standartınız var sizin. Yəni, öz işində yarayanda, yəni, ittifak edilən məsələdə ixtilaf eləmək, yəni, bu küfür deyil. Amma işinizə yaramayanda, ittifaka müxalifət edən kafirdir, icmaya müxalifət edən kafirdir. Sahabələrin ittifak etdiyi məsələdə ixtilaf edənlər kafir olmursa, sizin ittifak etdiyinizdə ixtilaf edənlər ne kafir olur? Deyirsən ki, onların ixtilafı nas üzərindədir. Onların ixtilafı nas üzərindədir də. Yəni, sizdən başqa nası bilən yoxdur. Necə olur ki bu? Deyirsən ki, ümməti tadlil edən, yəni zəlalətdə ittiham eləyən kimsə kafir olur. Qadiyyatdan və sarğını zikr eləyirsən. O zaman sahabənin icmasına müxalifət eləyənlər ne kafir olmurlar ki? Bu ümmətin ən əfsəli sahabələrdir. Yəni, sən özün ziddiyyət içərisindəsən, amma qalxıb insanları ittiham edirsən. Ən sonda sənin Nəzzami adı verdiyin topluma qarşı danışanda 2 dənə məsələ zikr eləmişsən. Onun üzərinə qısa çalışacağım ki, əlimdən gəldiyi qədər qısa olsun. Mülahizələrim var. Birində iddia edirsən ki, yəni mən ona görə deyir, bu sünnətdir və s. deyirsən və mən ona görə deyir, bidətçilərlə danışanda, bidətçilərin haqqında danışanda və s. bu məzmunda bir kəlam zikr edirsən, mən onlara aşağılayıcı sözlər deyirəm. Orada verdiyin sözlərdə mən burada qeyd eləmişəm. Səfi,
axmaq, yekəbaş, iki eşyəyin arxasını bölə bilməyən, tərbiyəsiz, əxlaqsız, hətta taxtabaş da demişdin, səhv eləməsəm. Yəni, mən əgər səni bidətçi görürəmsə, o zaman sənin mənhəcinə görə bu sözləri sənə deyə bilərəm. Sənə səfeh deyə bilərəm, sən səfehsən, sən axmaqsan, sən yekəbaşsan, sən iki eşyəyin arxasını bölə bilmirsən, sən tərbiyəsizsən, sən əxlaqsızsan deyə bilərəm də ondan. Sənin mənhəcinə görə deyə bilərəm. Sən məni bidətçi görürsən, mən də səni bidətçi görürəm. Sənə halaldır bunu demək bizə haram mıdır? Hələ üstəlik, sən etdiyin şeyin misilləməsini edirəm mən sadəcə olaraq. Özüm bunu demirəm. Desəm mətər olar, xoşuna gələr. Yəni, səfey, axmaq, yekəbaş, taxtabaş, iki eşyəyin arxasını bölə bilməyən nə sözlər sərf edirsən sən danışanda? Bu insanları sən aşağılamaqla, yəni, nə əldə etmək istəyirsən, nəyə nail olmaq istəyirsən? O zaman bundan sonra, yəni, sənin haqqında danışanda mən bu sözlərdən görə istifadə edirəm ki, sənin özünün qəbul etdiyin, mənimsədiyin, yəni, üslubdur, metoddur bu. İkinci mülahizə etdiyim şey, yəni, üzərində bunu danışmışdım zamanında, sadəcə olaraq örnəkləndirməsini eləmək istəyirəm. Yəni, sən dediyin sözün deyirəm ki, sən fərqinə varmısan? Yəni, nə deməkdir, hara çıxarır, nə deməkdir, onun sən fərqinə varmısan? O sənin problemindir, özün bilərsən. Fərqinə vara bilmirsən, danışırsansa, bədəlini ödəməlisən. Deyirsən ki, yağış və s. məlum verdiyim misallardır. Deyirsən, 4 məzhəb bu eləm vəhyin içindədir. Və mən sənin üsulundan geçsəm, bu sözə görə mən səni təkfir etməliyəm, səni kafir saymalıyam. Sənin üslubuna görə və yenə də sənin üslubuna görə bu dediyin sözlər var, səfeh ilə başlayan. Onların hamısını sənə deməliyəm. Nəyə görə? Çünki sən deyirsən ki, Allah Azze və Cəllənin nazil etdiyi dinin içində 4 məzhəb var. 4 məzhəbdən biri Hənəfi məzhəbidir. Ən yaygın, ən məşhur və s. Və məzhəbin barisində də İmam-ül Azam deyirlər. Ən əzəmətli imam deyirlər. Həmin məzhəbin ən məşhur fiqh kitablarından biridir. Əd-Durrul Muxtar və Haşiyyət İbn Abidin, Raddul Muhtar isimli kitabdır. Birinci cilddə, səhifə 558-də məşhur namazda Əl-Əhəqqü bil-İmamə, imama ən haqlı imamlığa, namazda imamlığa ən haqqı olan kimsə babında, yəni kimlər imamlığa daha haqqı olan kimsələrdir, bunların haqqında danışanda deyir ki, Thumməl əşrafu nəsəbə, sonra nəsəb yönündən daha əşraf olan, yəni şərəf sahibi olan kimsə. Və deyir ki, davamında Zədə fil burhani thumməl əhsanu savta. Deyir, Burhan kitabında ziyadə edərək dedi ki, sonra səsi ən gözəl olan. Və fil əşbəhi qabili təmənil mitl. Thumməl əhsanu zəvcətən. Əsas, yəni bura gəlmək istəyirəm. Deyir ki, sonra zövcəsi daha gözəl olan. Thumməl əhsanu zəvcətən. Bax, belə də deyir. Sonra zövcəsi daha gözəl olan. Yəni, 2 nəfər imamlığa, 2 və ya daha çox imamlıq belə deyək, namizədi var. Onların arasında seçilməlidir ki, hansının zövcəsi daha gözəldirsə, o imam durmalıdır. Sən iddia edirsən ki, bunu haşa və kəllə, haşa. Allah Subhanahu wa Taala indirib səmadan ki, imamlıqda, yəni imam seçəndə, imam təyin edəndə bunda bərabər olsalar, o zaman baxın görün hansının zövcəsi daha gözəldir, o imam dursun. Sən iddia edirsən ki, bunu Allah Subhanahu Taala indirib. Thumməl əktəru mələn. Sonra malı daha çox olan. Thumməl əktəru cəhan. Thumməl anzafu təvbə. Thumməl əkbəru rəsə. Sonra başı daha yekə olan, yəni yekəbaş olan. Deməksə ki, Allah Subhanahu Taala bunu nazil edib. Vəl əsğəru udva. Başı daha yekə olan, üzvü də daha kiçik olan. Sən demək istəyirsən ki, bunu Allah Subhanahu Taala indirib. 4 məzhəbdən biridir. 4 məzhəb deyirsən, filtrdən keçib, filtrasiyadan keçib və s. O filtrdən keçən məzhəbin ən məşhur, ən mötəbər fiqh kitabında bu yazılır. Thumməl əhsanu zəvcətən, thumməl əkbəru rəsən vəl əsğəru udva. Sonra zövcəsi daha gözəl olan, sonra başı daha yekə olan, üzvü
daha kiçik olan. Sən bunu deyirsən. Sənin dediyin söz budur. Yenə həmin kitabda, yenə birinci cilddə müqəddimədədir, səhifə 56-da Əbu Hanifənin məzhəbini tərifləyir və deyir ki, ilə ən yəhkuma biməzhəbihi İsa aleyhissalam. Ta o vaxta qədər ki, İsa aleyhissalam onun məzhəbi ilə, yəni Əbu Hanifənin məzhəbi ilə hökm edənə qədər, yəni müsəlmanlar iman edirlər ki, qiyamətdən öncə İsa aleyhissalam gələcək və ədalətlə hökm edəcək. Hənəfi səlim müsəlman qardaşlarıma görə 4 məzhəb haqdır, filtrdən keçib. Sənin o filtrdən keçən məzhəblərinin birinin mənsublarına görə öz məzhəbindən də bunun bu sözünü inkar edənlər var. Məsələ o deyil. Məsələ odur ki, bunların ən mötəbər kitabında bu yazılı olaraq durur. Və 1000 ildə ki, bu çap olunaraq yayılır. Adam iddia edir ki, İsa aleyhissalam haşa və kəllə Əbu Hanifənin məzhəbi hökm verəcək. Yəni haşa və kəllə İsa aleyhissalam hənəfi olacaq. Bir dənə o qalıb desinlər ki, qiyamətdən qabaq İsa yox, Əbu Hanifə nazil olacaq. Əbu Hanifə ölməyib, göyə çəkilib. Bir dənə o qalıb desinlər. Sən demək istəyən ki, bunu Allah subhanahu wa ta'ala samadan indirib, eləmi? Hətta həmin kitabda, elə həmin səhifədə belə bir yerdə var. Və əmmə Səlmanul Farisiyyü radiyallahu ta'ala anhu fəhuvə və in kənə afdala min Əbi Hanifətə min haythus suhbə fələm yəkun fil ilmi vəl ictihadi və nəşrid dini və tədvini əhkamihi kə Əbi Hanifə. Deyir ki, Səlman el-Farisi radiyallahu anh'a gəldikdə isə o, baxmayaraq ki, sahabəlik yönündən Əbu Hanifədən daha əfsəldir. Lakin elmdə, ictihadda, dini yaymaqda və onun hökmlərini tədvin etməkdə Əbu Hanifə kimi deyil. Yəni Əbu Hanifə üstün imiş, bu yöndən üstün imiş. Sahabədən əsahaba deyil Əbu Hanifə. Sahabə olsa hamısından üstün olarmış yəqin ki, bunlara görə. Çünki adam deyir ki, وإن كان أفضل من أبي حنيفة من حيث الصحبة فلم يكن في العلم والاجتهاد ونشر الدين وتدوين أحكامه كأبي حنيفة. Ama deyir elmdə, yəni Əbu Hanifə Salman el-Farisdən daha elmlidir. Ondan əfsəldir, ictihadda da ondan əfsəldir, dini yaymaqda da ondan əfsəldir, dinin hökmlərini tədbir etməkdə də ondan daha əfsəldir. Salman el-Farisi radiyallahu anh, o digər sahabələr canları ilə, malları ilə, qanları ilə bu dini yayıblar. Hənəfi, sənin o 4 məzhəb dediyin, 4 xalq məzhəb saydığın fitrdən keçmiş məzhəblərindən birinin ən məşhur kitabının da içində bu cümlələr yer almaqdadır ki, Əbu Hanifə elmdə, ictihadda, dini yaymaqda və din hökmlərini tədvin etməkdə Salmandan daha fəzilətlidir. Yəni, demək istəyən bu səmadan eləyib bu. Eləcə də sənin və sənin düşüncəndə olan insanların böyle ağız dolusu imam dediyi Nəvəvi Minhəcü't Talibində 383-cü səhifədə deyir ki, Tuhramul ummahat və kullu mən varadətkə varadət min mən varadəkə fəhiyyə ummuk. Deyir ki, analar haramdır, analar filan kəslərdir deyir və qızlar da zikr edir və deyir ki, qultu, mən deyirəm ki, Nəvəvi deyir. Vəl məxluqatu min zidahu təhillu ləhu. Deyir ki, kişinin zina etdiyi qadından doğulan qız uşağı ona halaldır. Təhillu ləhu. Və yəhrumu aləl mər'ati vələduhə min zina. Deyir, qadına da zina etdiyi kişidən doğduğu övladı ona haramdır, deyir. Yəni, kişi zina etsə, onun qızı olsa zinadan, zina etdiyi qadın o kişidən qız doğsa, o qız o kişiyə halaldır. Bunu sənin imamın Nəvəvi deyir. Demək istəyən ki, bu səmadan eləyib. 4 məzhəbin mənsubudur da. 4 məzhəbin, yəni birisi Şafii məzhəbinin ən məşhurlarından biridir. Demək istəyən ki, haşa və kəllə Allah subhanahu wa ta'ala bunu səmadan indirib. Bunu mu demək istəyirsən? Vallahi burada o qədər qovulları var ki, mən onları oxumağa həya edənəm, utanıram. Lakin sənin həzəyanına, cəfəngiyatına cavab vermək üçün bir dənəsini oxuyacağım inşallah.
Bəziləri dedilər, əgər adam heyvanla cinsi əlaqədə olsa, o heyvanın doğduğu adam heyvanın sahibinin mülküdür. Bu naqisdir, yəni qiyas olunmuşdur. Mən deyirəm ki, anası yeyilən olsa da onu yemək halal deyildir. Çünki yeyilənlə qeyrisindən olanın yeyilməsi halal deyildir. Qaldı bircə o məsələ ki, əgər qoç bir qadınla cinsi əlaqədə olsa və qadın ondan övlad doğsa, onun hökmü odur ki, o qoçun sahibinin mülkü deyildir. Sonra əgər anası azad qadın idisə, təbəən, yəni anasının hökmünə tabe tutularaq azaddır. Əgər qul idisə, o zaman sahibinin mülküdür. Yəni səhv eşitmədiniz. Kəlmə-kəlmə necədirsə elə də oxumuşam. Müəllif Muhammed ibn Abil Abbas, Əhməd ibn Həmzə Şihabuddin Ər-Ramli Əş-Şafi'i. Nihayətul Muhtac ilə Şərhil Minhac. Kitab-ı Tahara, Babun Nəcəsə. 1-ci cild, səhifə 238. Darül Kutubul İlmiyyə Nəşri Beyrut. Demək istəyir ki, bunu Allah Subhanahu wa Ta'ala səmadan indirib. Yəni müsəlman həşə və kəllə. Yəni müsəlman qadın qoçla cinsi əlaqəyə girir, həmin qoçdan hamilə qalır, həmin qoçdan uşaq doğur. Bunu mu demək istəyirsən? Allah Subhanahu wa Ta'ala bunu indirib səmadan. Yəni dediyin sözləri sən oxuduğun ayəti başa düşmürsən, oxuduğun hədisi başa düşmürsən. Lakin başlamısan ki, nəzzam belə getdi, bəzzam belə gəldi, mıncıq belə gəldi, bazarda bilim neynirdi, nə var idi. Yəni, vallahi ki, könül istəyir ki, o sənin o müxalifləri və dediyin sözləri yəni, özünə deyə insan, lakin bizim əxlaqımız ona yol vermir. Yəni, sən etdiyin şeyin misli ilə özünlə müamilə etmək istəyər insan, amma etmək istəmirik. Sadəcə olaraq bunlar icebergin görünən azacıq bir tərəfidir ki, yəni sənin o filtrdən keçmiş məzhəblərində var. Hələ filtrdən keçib bu gündədir, filtrdən keçməsə gör nə gündə olardı. Allahdan qorx, insanları aldatma, insanları belə batil şeylərə dəvət etmə. Vaxt gələcək, vaxt çatanda öləcəksən, hər kəs öləcək, sən də öləcəksən, mən də öləcəyəm. Mən əlhəmdülillah Allah və Rasuluna dəvət edirəm, başqa heç bir şeyə dəvət etmirəm. Sən isə insanları səmadan enmişdir dediyin və vəhyin içində olan 4 məzhəbdir dediyin bu məzhəblərin içində nələr var, sən də insanları buna dəvət edirsən. İxtilaflara, təfriqəyə, bölünməyə, təkfirləşməyə dəvət edirsən. Haqlı və ya haqsız müsəlmanlara qarşı etdiyin müamilələr və s. hesabını verəcək. Hamı hesabını verəcək, sən də verəcəksən. Mən Allah və Rasuluna dəvət edirəm, başqa heç nəyə dəvət edirəm. Sən olmur, kim olur olsun, heç kimin buna deyəcək heç bir şeyi yoxdur. Heç bir şeyi yoxdur. Amma sən etdiyin şey və sənin kimi dəvət edən insanlar Allah və Rasulundan başqa bir çox şeylərə, bir çoxlarına dəvət edirsiniz. Onun hesabını verəcəksiniz. Allahdan qorxun. Axir da'vanə elhamdülillahi rabbil alamin.